Elə bil ki, düşüb deyəndə gicgahların boşluğu. Gicgahın boşluğu adətən üzü elə bil ki, düşmüş kimi göstərir. Qəşəng sizə gicgah dolgusu lazımdır, mütləq. Gicgah dolgusu xanımları çox dəyişir. Çox qalıcı bir prosedurdur. 2 ilə qədər qalır. Heç kəs heç nə bilmədən də möhtəşəm bir lifting göstərir, cavan kimi göstərir. O məyus, yorğunluq ifadəsini həqiqətən də itirir. Bir gicgah, bir gözaltı işıq. Amma indi baxaq kimə hansı lazımdır. Sizə mütləq gicgah dolgusu, ağız ətrafı dolğu, qəşəng bir botoks, qaş arası alın, göz ətrafı. Sonuncu dəfə nə vaxt olub botoksunuz? Noyabr ayında olub. Üzünüzü balacalatmaq istəsəniz, masetra mütləq göstərişsiz. Masetra eləsən. Bəli. Eləmisiniz heç? Yox, onu eləməmişəm. Ona qorxuram. Niyə? Nə bilim, bir dəfə hansı qız eləmişdi, özündə acı yaranmışdı, onun belə də qorxuram. Yəni bilirsiniz necədir? Mən sizin o qorxuluğunuzu götürmək istəyirəm də. Hər bir prosedurun yəni yan tərəfi də olur, yaxşı tərəfi də olur. Yəni bunu yetər ki, düzgün ünvanda olasan, düzgün konsultasiya olunsun. Doktor, mən Rəhmanın seansı yarıram. Oradan istəyirəm. O dedim, mən işlərsə. Düz elərsiniz. İndi mən qorxursunuz, onu bir başqa zaman eləyərsiniz. Sadəcə olaraq mən bunu sizə məsləhət bilirəm. Masetrı sevənlərimiz çoxdur. Masetrın nəticəsini yəni görənlər çoxdur. Onun üçün 1 il 9 aydan sonra geri dönüş eləyən pasientlərimiz çoxdur. Yəni burada qorxulu bir şey yoxdur. Yenə də deyirəm, qorxulu bilirsiniz nədir? Fəsad versin, şikəst qoysun, düzəlməsin. Yəni qorxulu bunlardır. Şükür ki, bu kimi bir şeylər olmur, yoxdur. Uzaqbaşı, yəni botoksdur. Mən başa düşdüm siz nə edirsiniz. Yəqin ki, ya onun dozası çox olub, ya da düzgün, məsələn, o xanıma lazım olmayıb, amma indi həkim ona məsləhət gördü, həkim də deməzdim ona. Eləyibdir, indi yəqin ki, asimetriya yaranıbdır. O da indi siz o dediyiniz xanımda yəqin ki, ömürlük bir şey olmadı da, 3 aya falan düzəldi, düzdür. Ona görə bu qorxulu, mənim üçün qorxulu sayılmır. Bir də dəriniz üçün, siz deyirsiniz, eləmişsiniz 5-7 nöqtə, amma Axırıncı dəfə eləmişəm, Rafael eləmişəm. Rafael eləmişsiniz. Nə vaxt oldu? 4 ay oldu. 4 ay olub. Bilirsiniz də onları da 3 aydan sonra yeniləmək və təzələmək lazımdır. Bir də dodaq. Dodağı da pasiyentin, yəni sizin kimi pasiyentin öz seçiminə buraxıram. Çünki dodaq üzrə olunub, yaxşıdır. Amma indi elə pasiyent var ki, biraz da onu konturlu istəyir, biraz da belə volumlu istəyir. Bəli, istəyirəm doktor, amma indi hal-hazırda gicgah dolgusu, bunları, bir də bura highlighter olar eləmək belə. Yanaqlarım biraz belə istəyirəm, olsun, bir də sizin. Asə, highlighter deyil, o üst kiçilmədir. O masetr eləyəcəm, sırazı belə olacaqsan, çənən qabağa gələcək, üzün kiçik görsəncə, bax ona gəldi çıxdı. O masetrdir, o highlighterdir. Highlighter buradır. Yəni, bu hissəsini highlighter eləyirik, o effekti verir də, çiklift deyirik, o budur. Amma üzün kiçilməsi, bişiktomi əməliyyatının effektini verən, amma əməliyyat deyil. O masetr botoksdur.